Eşitmişəm səfərə çıxırsan. Mənimlə danışma. Niyə? Çünki sənin kimi dəliqanlı qızla yoldaşlıq eləmək istəmirəm. Mən nə eləmişəm ki? Neyləmsən? Heç nə. Heç bir şey. Sevinirəm ki, səfərə çıxıram. Daha sənin təkdəlisov məxluqun keşiyində durmağa məcbur olmayacağım. Mən xahiş eləmişəm ki, keşiyimdə durasan. Xahiş eləsəydin də xeyri olmayacaqdı. Mən Mövlamın göstərişindən səfərə çıxıram. Mən özümü qorumağı bacarıram. Bacarırsan. Bəli, bacarıram. Nə olar, lap yaxşı. Onda öldürüləndə bu sözü qəbrin üstündə deyəcəm. Ya da mən sənin qəbrinin üstündə. Daha sənə sözüm yoxdur. Sənin kimi dili uzun bir qızla yoldaşlıq eləmək mümkün deyil. İndi də görüm hara gedirik. Gedirik. Nə demək istəyirsən? Demək istəyirəm ki, yolumuz ha tərəfədir. Yolumuz? Bəli, yolumuz. Əgər birgə getməliyiksə, yaxşı olar ki, bilim... Kim deyir birgə getməliyik? Mən? Sən? Bəli. İstəyirəm bu səfərdə səninlə yoldaş olum. Yoldaş olasan? Bəli. Mən Xorasana gedirəm və çox şükür ki, tez qayıtmayacağam. Qoy mən də səninlə gedim. Səni narahat eləmərəm. Yox. Niyə? İstəmirəm. Sənə kömək elərəm. Axı, niyə başa düşmürsən? Sən mənimlə gedə bilməzsən. Mümkün deyil. Niyə? Mümkündür. İstəsəm gedərəm. Xanım, biz bir-birimizə yadıq. Demək istəyirəm ki, heç bir yaxınlığımız da yoxdur. Sən mənim bacım da deyilsən. Əlbəttə ki, bacın deyiləm. Axı, sən niyə məni başa düşmürsən? Biz bir-birimizə naməhrəmik. Nə olar? Məhrəm olarıq. Məhrəm olarıq? Necə? Sənə ərə gedib xanımın olaram. Mənə ərə gedərsən sən? Bəli. Heç bilirsən nə danışırsan? Bəli. Məyər bu vaxtacan heç görməmisən ki, qız ərə getsin? Niyə? Görmüşəm. Əbasət, görürsən o nə deyir? Bəli, özünə ər seçmək istəyir. Əgər sən razı olmasan onda... Əbasət! Onların üzündə xəlifənin ölüm kədərindən bir nişanə görmürəm. Fəqət dodaqlarını sallayıb bizə baxırlar. Bəli, mənim sərvərim. İnsanlar təbii olaraq şənlənməyə meyilli olurlar. Əgər sizin ehtiramınızı saxlamaq göstərişini verməsəydim, indi onların hayküyü və ayaq tapıltıları tozu asimana qaldırmışdı. Dövrə vurub ayaq döyərdilər. Özdə atamın yasında. Xeyr,
Əmirzadənin gəlişinə görə Harun indi büsbütün unudulub və artıq gənc hökmüdara xoş gəldin demək növbəsi yetişib. Doğrudan belədir. Bəli, həqiqətən belədir. Əgər istəyirsinizsə gülümsəyin və ya əlinizi yelləyin, onda görərsiniz. Yox. İndi məsləhət deyil. Əlbəttə, siz bilən məsləhətdir. Gənc xəlifənin əzəməti bu halda qəlblərə daha çox təsir göstərər. İndi mənə rüsxət verirsinizmi? İstəyirsən məni təşviş və istirab içində tək qoyasan? Səbir meyarınız olduğundan məmnunam. Mənim də sizin ayrılığınıza tabım yoxdur. Əmirzadə icazə versə evə baş çəkib ailəmlə görüşüb tez qaydarım. Bacardıqca tez qayıt. Təklik sıxır məni. Yorğunluğunuzu çıxarmaq üçün biraz dincəlin. Mən də qayıdıram. Allah amanında. Əmi qızımın keyfi necədir? Ali cənab əmimin yasını saxlayıram. Ata, Sakit ol qızım. Müsəlmanların xəlifəsi vəfat edib. Səhil xanedanı hüzünlüdür. Görək qan ağlayıb, rəhmətli xəlifəyə yas saxlayaq. Əmir, xanımın hələ saray rəsmiyyətini öyrənməyib. O mənim xanımım olmazdan əvvəl Fəzil İbn Səhlin qızı idi. Ədəb ərkanı da atasından öyrənib. Sizi görməyin sevincidir ki, onu belə uşaq kimi vəcdə gətirib. Yaxşısı budur, gedin bir qıraqda oturun. Xalqın gözü qabağına çox çıxmayın. Mərhum xəlifə Harunun ruhuna Fatihə oxuyun. Fəzli də sevimli xanımı ilə tək qoyaq. Bunu demək istəyirdiniz, ata? Fəzil İbn Səhl sağ olsun. Nə olub? Danış görüm. Bilirəm, kədərin Harunun ölümünə görə deyil. Sən heç bilmirsən bu gecələrdə mən nələr çəkmişəm. Elə qəribə, qarma-qarışıq fikirlər çulğalayıb ki məni. Çalışıram, amma xilas ola bilmirəm. Hətta bu fikirləri bir-birindən ayıra da bilmirəm. Hamısından da betəri odur ki, bunları dilimə gətirməyə qorxuram. Hətta beynimdə təkrar eləməyə də acizəm, aciz. Bütün bu müddətdə arzu eləyirdim ki, kar sən mənim yanımda olaydın. Sözlərimi bir-bir dilimdən çəkib mənə aydınlaşdıraydın. Həmişəki kimi arzularımın çin olmasında mənə yardımcı olaydın. Kömək eləyəydin. Arzularından yaxşı xəbərdaram.
Narahatlığından danış. Nə qədər ki Harun sağ idi, həmişə qorxmuşam ki gec tez bərməkinin aqibətinə düçar olam. Amma indi o öləndən sonra gah fikirləşirəm ki məqsədimə bir addımdan da az qalıb və gah da düşünürəm ki qarşıda hələ çox uzun yol var. Məmunu fikirləşirsən? Məmun. Yox, o mənə çox inanır. Və mən elə bir iş görə bilərəm ki, bu bağlılıq gündən-günə artsın. Yox, mənim narahatlığım Məmun Sarıdan deyil. Onda Əmin Sarıdandır. Əmin? O ləyaqətsiz axmaq çocuq? Zibeydə? Zübeydə. Bu qadın çox ağıllı, tədbirli, hədsiz qüdrətə, sərvətə malik olan bir qadındır. Bütün Abbasi xanidanını öz qüdrətli pəncəsində saxlayır. Onunla nə edeyim? Yolumun üstündən onu necə götürüm? Abbasi xanedanını nə edeyim? Elə bir sülalə ki, canavar kimi bütün İslam məmləkətini pəncəsində saxlayır. Bəzən düşünürəm ki, mənim bütün arzularım puç, mənasızdır və mən heç vaxt məqsədimə çata bilməyəcəyəm. Bəzən də ümidim artır. Hakimiyyətimin qələbəsini bir addımlığında görürəm. Bu fikirlərin təlatümü məni pərişan edib, yuxumu gözümdən alıb, mənə bir an rahatlıq vermir. Bura bax. Neylədin? Elə bir şey deyil. Amma biraz səbr eləsən, bu qan damcıları məni anba-an ölümə yaxınlaşdıracaq. Axırda isə yerdə cansız cəsədim qalacaq. Bir zərbə indir, Abbasi xanedanın canının bədənindən çıxmasını və qarşında ram olmasını gözlə. Məndən asılı deyil əzizim. Bu acı xəbəri eşitdiyim andan bəri qüssədən bağrım çatlayır. Göz yaşlarım ixtiyarsız olaraq üzümə axır. Doğrudan. Bəli, doğrudan. Ne için? De görüm sen halifenin neçə dəfə görmüsən? Bir dəfə, Bir dəfə. həmin gün ki mənimlə evlənməyinə razı olduğunu bildirdi. Təkcə bir dəfə. Onun məhəbbəti ilə bir dəfə görməklə mi qəlbinə yol tapıb? Bilmirəm nə deyirsən. Düzünü de. İstəyirəm biləm özünü ağlamağa necə məcbur eləyirsən. Heç nədən necə ola bilər ki ağlayıb göz yaşlarını tökəsən. De görək. Bilmək istəyirəm. Bilmirəm. Xəlifə idi. Vəli nimətimiz idi. Ərimin atası idi. Sualımın cevabı değil bu. Gerek tapam. Mütləq tapmalıyam. O kimdi? Sizin qızınız. İrəli gəl görüm.
Sen ağlamırsan? Yox ata, Axı niyə? sizi görüb elə vəcdə gəlmişəm ki, ağlaya bilmirəm. Ağlaya bilirsən? Yaxşı ki sən qızsan, lazım deyil xəlifəlik qanunlarını öyrənəsən. Fəzil, hardaydın? Neçə vaxt səni gözləyirəm. Etibarlı qasid axtarırdım ki, Əmirzadənin sifarişini Fəzin İbn Rəbiyə çatdırsın. Tapa bildin? Bəli. Əmir, Rəşid. Bu iki qardaş mənim yaxın adamlarımdır. İgid, cəsarətli, iti hafizəlidirlər. Əmirzadənin Fəzl İbn Rəbi və sərkərdələrə sifarişini cümlə bə cümlə əzbərləyiblər. Ne için yazmamsan? Ona görə ki, Fəzl İbn Rəbi ondan sənəd kimi istifadə eləyib qardaşınızı sizin əleyhinizə qaldırmasın. Hələ gərək biraz gözləyək. Düz deyirsən. Belə daha yaxşıdır. Hələlik yola getməliyik. İstəyirsiz desinlər. Özünüz də məzmunundan xəbərdar olarsınız. Lazım deyil. Sən dediyin kimi daha yaxşıdır. Geçsinlər. Özünüzdən müqayət olun. Allah amanında. Yaxşı. Şəhərdə cəmaat nə deyir? Mənim haqqımda nə danışırlar? Əminin hakimiyyətini qəbul eləyirlər? Tələsmə, Əmirzadə, tələsmə. Yolumuz hələ çox uzundur. Siz isə tufana düşmüş bu gəminin başçısı olaraq çox çətinliklərə dözməlisiniz. Elə isə soyuqqanlı olun, addım-addım, tam arxayınlıqla gələcək hadisələrə hazırlaşın. Yavaş-yavaş közərib, qəfildən böyük bir xırmanı yandıran alov olmaq lazımdır. İndi isə icazənizlə bir zindana baş çəkim. Zindana niyə? Bir neçə nəfərlə görüşüb, Böyük Harunun ölüm xəbərini onlara çatdırmalıyam. Bəlkə onların da dəstəyini qazana bildim. Kim üçün dəstək? Sizin üçün. Mənim üçün? Məhbuslar məni dəstəkləyəcək? Onlar tanınmış, nüfuzlu şəxslərdir ki, atanızın dövründə Əli nəslini himayə etdikləri üçün tutulublar. Mən onları tanıyıram. Güman eləmirəm. Zindanda adam çoxdur və sən onların hamısını çətin ki tanıya biləsən. Sənin zindanına düşənlər adətən neçə il dözürlər? Cürbəcürdülər əzizim. Bəziləri elə ilk aylarda ölür. Bəzilərinin isə sanki ilk canı var. Hətta 10 ilə dək dözə bilirlər. Buyurun. Altı il öncə bura bir neçə məhbus gətirdilər. Zeydiyyədən idilər. Başçılarının adı Xalid İbn Əhməd idi. Səncə o hələ də sağdır? Xalid İbni Əhməd? Hə, 2 il qabaq ölüb əzizim. Adı ona görə yadımda qalıb ki, çox nəcib adam idi. Həmişə namaz qılıb, dua oxuyurdu. Bizi demək olar ki, heç narahat eləmirdi. Bəs qalanları? Qalanlarına Allah lənət eləsin.
Hələ də sağdılar. Bu yaxınlarda tənbih eləyib şəraiti daha ağır olan hücrəyə saldım ki, dözməyib ölsünlər. Göster onları. Bu tərəfdən əzizim. Buradadılar. Açın. Kalkın. Təzim edin ay Allahsız kafirlər. Baş vəzir görüşünüzə gəlib. İndiyə qədər bu zindanda heç kəs belə şərəfə nail olmayıb, qalxın. Açın. Hey, gözətçilərə xəbər. O neydi attı? O neydi attı? Cavab ver. Cavab ver. Eşitsən, cavab ver. Cavab ver. Dəsti. Çıx çölə. Baş üstə. Bizi tək bırax. Vəzir əzəm. Onlarla təklikdə danışmaq istəyirəm. Axı təhlükəlidir. Mənə xətər yetirməzlər. Məni öldürməyin onlara heç bir xeyri yoxdur. Yalnız öz ölümlərini tezləşdirərlər. Qapını bağla. Məni tanıyırsınız? Tanımırıq. Heç tanımaq da istəmirik. Adım Fəzil İbn Səhildir. İndi tanıdıq. Üzdə müsəlman olmuş satqın atəşpərəst. Allah əvəzinə şeytana iman gətirdin. Mən bura gəlməmişəm ki, özüm haqda sizin fikrinizi öyrənəm. Onsuz da bilirəm. Gəlmişəm ki, sizə bir xəbər çatdıram. Xəbərlərini Harun üçün saxla ki, əvəzində sənə xələt versin. Sənin xəbərlərin bizə lazım deyil. Düz deyirsiniz. Ancaq hayf ki, da Harun sağ deyil. Yalan deyirsən. Siz necə bilirsiniz, əgər Harun sağ olsaydı, mən cürət eləyərdim ki, belə bir söz deyim və onu ölü adlandırım? Nə vaxt ölüb? Artıq 3 həftədir. Allah lənət eləsin ona. Hey! Harun ölüb. Hey! Eşitsiz nə deyirəm? Harun ölüb! Harun ölüb! Cəhənnəmə vasil olsun! Harun ölüb! Sözümün ardını eşitmək istəyirsiniz, ya yox? Eğer belə ürək yapan sözlerim varsa de, bu sevindirir bizi. Ne oldu? Razı oldular? Yox. Güman edirdim.
Bunlar heç kimlə yola getmir. Qiyamdan başqa heç nə istəmirlər. Atamın vaxtında da belə idilər. Anamın İranlı olması da heç nəyi dəyişmir. Bilirəm ki, mənimlə Əminə heç bir fərq qoymurlar. Elədir. Heç nə tapa bilmədim. Bir təhər aclığa dözməliyik. Yaxşı axtardın? Çox uzaqlaşa bilməzdin. Yaxınlıqda böyük bir ordu düşərgə salıb. Heç bilmirəm kimdilər. İşimiz pis ola bilər. Əgər yola belə gözlənilmədən çıxmasaydıq, lazımı qədər azuqa götürə bilsəydim, indi belə müsibətə düşməzdik. Bir bax. Hökumət əskərləri. Tez qaçmalıyıq. Atlan! Yox, gözlə. Gözlə. Bizi görüblər. Heç nə eləmə. Sakit ol. Axırıncı dəfə sənə deyirəm. Mənim icazəm olmadan bir addım da atma. Kimlərdənsə icazə almağa adət eləməmişəm. Bundan sonra öyrənməlisən. Bacarmaram. Səhv eləyirsən. Mənə tapşırılan işi layiqincə yerinə yetirməliyəm. Hər hansı kiçik bir səhv bütün işlərimizi körləyə bilər. İcazəm olmadan heç bir iş görməməlisən. Bildin? Unutma. İndi get yeməyi hazırla. Yox, lazım deyil. Mən özüm pişirərəm. Demisiniz ki, mənə və Əmir əl-Möminin sərkərdələrinə xəbər gətirmişsiniz. Hə, bəli. Bəli. Deyin. Müntəzirik. Mənim sözüm şəxsən sizədir. Mənimsə sözüm sərkərdələrədir. Əvvəl məndən başlayaq. İcazə verin təklikdə deyim. Biz Əmir əl-Möminin tərəfdarları söz vermişik ki, bir-birimizdən heç nəyi gizlətməyək. Amma mənə göstəriş verilib ki, xəbəri şəxsən sizə çatdırım. Sonra istəsəniz onlara da deyə bilərsiniz. Yox, mən bu oyuna yaxşı bələdəm. Ola bilsin fikirləşərlər ki, mən gizlincə məmunla razılaşıb əhd bağlamışam. Evini səhl tapşırıb, hə?
Ya sözünüzü deyin, ya da emredeceğim ki sizi kıyamcı adıyla edam eylesinler. Vesselam. Kaparın onları. Yaxşı, deyərəm. Ha. De görün. Ey İbn Rəbi, özün hamıdan yaxşı bilirsən ki, Harun tamam Xorasan hakimiyyətini mənə həvalə eləmişdi. Bütün ordunu da mənə tapşırmışdı. İndi isə səndən istəyirəm ki, mərhum xəlifənin vəsiyyətinə əməl eləyib, necə bacarırsansa, vaxt itirmədən ordunu biz tərəfə göndərəsən. Əlbəttə, mən sənin məsuliyyətini xəlifənin yanında öz öhdəmə götürəcəm və yol verməyəcəm ki, bu işə görə sənə bir zərər dəysin. Səni həmişə öz himayəmdə saxlayacağım və bu xidmətini əvəzsiz qoymayacağım. Tardı? Bəli. Yaxşı. İndi sən də görüm sərkərdələrə nə xəbər gətirmisən? Xəlifə oğlu Məmun sizə salam göndərərək deyir. Siz uzun illər atamın ordusunda döyüşüb, qılınc çalmısınız. Mərhum xəlifənin arzu, istək və nigarançılığından xəbərdar idiniz. O əmini vəliəhd təyin eləyib, məni də ona canişin qoydu. Əhdnamə yazıb Allah evindən astı. Mənə və hamınıza tapşırdı ki, əhdnamənin məzmununa əməl eləyək. Baxmayaraq ki, mən Məhəmməddən böyüyəm, amma and içdiyimə görə əhdimə sadiq qalmaqdan başqa çarəm yoxdur. Əminin hakimiyyətinə tabi olmalıyıq. O xəlifədir, ona itayət vacibdir. Amma mənim və sizlərin andı təkcə əminin xəlifəliyi üçün deyil. Andımız əhdnamənin bütün bəndlərinə aiddir. Öz əhdinizə vəfa eləyib işliyiniz andı yada salın. Dərhal mənim yanıma qayıdın ki, hazırda bundan başqa sizin heç bir vəzifəniz yoxdur. Vəssalam. Bizim sözümüzü məmuna çatdırmaq üçün bir nəfər bəsdir. Öldürəcəyəm səni. Get məmuna de ki, əgər burada olsaydı, bu xəncəri onun qarnına soxardım. Cevabını aldın. İndi get bizim sözümüzü ona çattır. Bırakın beni. Öldüreceğim. Öldüreceğim. Bırakın beni. Öldüreceğim. Öldüreceğim seni. Kardeşler, sizin himmetiniz takdire layıktır. Belki elə fikirləşirsiniz ki, sizin bildiklərinizi Əli İbni Musa bilmir, ha? Ya da elə bilirsiniz ki, bu hadisədən və onun nəticəsindən o xəbərsizdir. Ələvilər məmləkətin hər yerində pərakəndədirlər. Məsələ də elə ondadır. Ələvilər pərakəndədirlər. Özdə təkcə pərakəndə deyirlər, həm də bir-birindən xəbərləri yoxdur. Elə bu pərakəndəlik deyildi ki, Əlinin zərbətlənməsinə səbəb oldu. Elə bu pərakəndəlik deyildi mi Həsən İbn Əlinin ciyərini parçalayıb, Peyğəmbər nəvəsi Hüseyin İbn Əlini qanına qəltan elədi və bu pərakəndəlik deyildi mi Zeyd İbn Əlinin doğranıb yandırılmasına gətirib çıxartdı. Əli İbn Musa'nın da tək istəyi odur ki, möminlər əlbir olsunlar.
Get göz kulakta ol. Atını tapdım. Halı necədir? Yaxşıdır. Dilə gəldi. Bəli. Çox yaxşı. Kimdir? Bu çöllərdə neynir? Abbasilərin adamlarındandır. Fəzl İbn Rəbiyə xəbər aparırmış, amma deyəsən xəbər Fəzlin xoşuna gəlməyib və onu çox sərt cavabla geri qaytarıb. Mən haçan sənə belə sözlər dedim? Niyə ki? Dedin. Yalan deyirsən. A kişi. Canının qədrini bil və dilini saxla, yoxsa... Mən ona heç nə demədim. Əlbəttə dillə demədin. Hər sözü demək üçün dil lazım deyil ki. Fəzlin ordugahı bizdən çox da uzaqda deyildi. Və sən elə tələsirdin ki, heç kimi, heç nəyi belə görmürdün. 2 nəfərdilər və 5 əskər onları müşayiət eləyirdi. Yadına gəlmir? Düz deyirsən. Bu onlardan biridir. İndi yadıma düşdü. Bu axşam yorğun və qolu bağlı bizə pənah gətirdin. İndi isə başını yırğalayıb qəzəbini udursan. Görürsən ki, yalan demirəm. Bunların hamısını sən özün dedin. İndi heç nə danışmayıb sakit dayana bilərsən. Danışmağı heç lazım da deyil. Bizim səninlə işimiz yoxdur. Gərək ona kömək eləməyəydik. Qalx gedək. Gedib ya qalmaq məsələsinə mən qərar verirəm. Əvvəldə bu barədə danışmışdıq. Onda qərara gəl. Mən artıq belə zalımla bir yerdə qala bilmərəm. Yaxşı, mən qərara gəldim. Hələlik qalırıq. Biraz gözləyək ki, təsəlli tapsın. Görünür dərdi çox böyükdür. İstəyirsənsə ağla. Rəşid, qardaşım.